Davam edirik əziz tamaşaçılar. Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması pensiya sistemi qarşısında ciddi çağırışlar yaradır. Hazırda ölkə əhalisinin 69,7% əmək qabiliyyətli yaşda olsa da 65 və yuxarı yaşda olan əhali 9,1% təşkil edir. Növbəti 10 illikdə yaşlı əhalinin xüsusi çəkisi artaraq pensiya sisteminin maliyyə yükünü əhəmiyyətli dərəcədə yüksəldə bilər. Məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalması fondun öhdəliklərini artıracaq. Bu səbəbdən sığorta və investisiya islahatlarının sürətləndirilməsi uzunmüddətli sabitliyin təmin olunması üçün zəruridir. Maraqlıdır, əhalinin yaşlanması pensiya fondunun dayanıqlığına necə təsir göstərəcək? Amma indiki hal üçün demək olar ki, pensiya fondunun dayanıqlı kifayət qədər möhkəmdir. Bəzi hallarda söhbət gedir ki, pensiya yaşı artacaqdır və yaxud dəyişəcəkdir. Bunların əsası yoxdur. Yəqin ki, yaxın müddət üçün pensiya yaşının nə artması, nə azalması gündəmdə olmayacaqdır. Amma profilaktik tədbirlər görülməlidir, şübhəsiz ki, Azərbaycana gənc əhali lazımdır, işçi qüvvəsi olan əhali lazımdır, əmək qabiliyyəti sayda əhalinin çox olması lazımdır ki, onlardan sosial sığorta ödəyənlərin də sayı çox olsun ki, sosial sığorta fondunun dayanıqlığı möhkəm olsun, pensiyalarımız daim artsın və pensiyaslarının təminatı yaxşılaşsın. Buna ötürü potensialımız kifayət qədər var. Qeyd edək ki, Maliyyə Nazirliyindən verilən məlumata əsasən Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlığında hər hansısa bir risk müşahidə olunmur.